Keçənlərdə idarəmizə Avropadan bir nəfər adam uçub gəlmişdi. Söhbət arasında dedi ki, bizim Avropada böyük bir həyəcan və qorxu var. Dedim, səbəbi nədir? Dedi, səbəbi odur ki, Avropaya çox həyəcanlı xəbərlər gəlir ki, müsəlmanlar böyük bir sürətlə tərəqqi edirlər. Dedim, təəccübdür, bizim tərəqqimiz sizi qorxudurmu? Dedi, bilirsiniz, insaniyyət nöqteyi nəzərincə çox şad eləyir. Biz sevinirik ki, bizim növümüz yavaş-yavaş zillətdən qurtarır. Amma o biri tərəfdən bilirsiniz, bu əyyam bir əsr-i mübarizə-i həyatiyyə əsridir. Yəni, dirilik üçün dava eləmək əsridir. Onun üçün biz istəməzdik ki, dirilik üçün dava edənlər bizim kimi elm qüvvəti ilə güclü olsunlar. Məsələn, bugün elm və mədəniyyət qüvvəti ilə yaraqlanmış olan İspaniya, Fas ərəbləri ilə dirilik üçün dava eləyir. Onun üçün İspaniyanın firənglərə çox bərk acığı tutubdur. Deyir ki, axı sən nə üçün bu vəhşilərə mədəniyyət ucunu göstərib, tüfəng atmaq öyrətdin ki, onlar da bizə tüfəng atırlar. Bütün aləm də bunu boynuna alır ki, əgər Fas ərəbləri Avropa mədəniyyətini öyrənsələr, İspaniyanı 5-10 gün içində darmadağın edib, əvvəlcə də mədəniyyət gücü ilə İspaniyanı öz mülkü etdiyi kimi, bu səfər də eləcə edər. Mən Avropalıya dedim ki, əzizim, bizi bağışlayın, sizin qorxunuz bizim tərəqqimizə mane ola bilməz. İstər sizin qorxudan ürəyiniz getsin, biz yekə tərəqqimizi əldən buraxmayacağıq. Biz tərəqqi eləyəcəyik. Dedi, bircə onu de görüm, indiyə qədər çoxmu tərəqqi eləyibsiz? Dedim, çox eləmişik. Dedi, olmazmı öz tərəqqinizdən mənə nümunə göstərəsiz? Dedim, olar çıxaq bayra. Bayra çıxdıq, Avropalıya dedim, tamaşa elə. Dedi, baxıram. Dedim, gördünmü? Dedi, nəyi? Dedim, tərəqqini. Dedi, hanı? Heç bir şey görmədim. Dedim, bəs görmədinmi ki, buradan bir nəfər saqqallı müsəlman keçdi ki, ayağına çəkmə geymişdi. Onun ayağına çəkmə geyməyi çox böyük tərəqqidir. Dedi, anlamıram nə deyirsən. Dedim, belə 5-6 il bundan irəli hər kəs ayağına başmaqdan başqa özgə bir şey geysəydi, ona salam vermək əvəzində Allah saxlasın demək lazım gəlirdi. Amma tərəqqimiz bugün o dərəcəyə çatıbdı ki, çəkmənin başmaqdan rahat olduğunu hamımız boynumuza almışıq. Dedi, heç nə başa düşmürəm nə deyirsən. Biraz ora-bura göz gəzdirdim, dedim. Bax, müsəlman arvadları faytona minibdilər. Dedi, nə olsun? Dedim, paha, bir neçə il bundan irəli nəinki arvad. Hətta kişi cürət edib faytona minsəydi, haman dəm faytonun çarxları bir tuğ lənət olub onun boynuna keçərdi. Dedi, sözün doğrusu heç qanmıram nə deyirsən. Dedim, bir ora bax, 2 nəfər müsəlman bir-birinin yanından keçdi və heç bir şey olmadı. Dedi, nə olsun? Dedim, pah, 1-2 ay bundan irəli onlar bir-birinin yanından keçsəydilər, haman dəm atışı bir-birini öldürmüşdülər. Halbuki indi heç bir zad olmadı. Bundan artıq nə tərəqqi? Dedi, o sizin tərəqqiniz deyildi. O Martinovun qorxusudur. Sən bircə mənə de görüm, Realnidə, gimnaziyada, universitetlərdə oxuyan uşaqlarımız çoxdurmu? Dedim, vallahi onlar çox olardı. Hərgah bir məsələ ümum müsəlmanların qabağını kəsməsəydi. Dedi, nə məsələdir? Dedim, çox böyük məsələdir. Əyilib qulağıma dedi. Hökumət qoymur? Dedim, xeyr, onun bir sözü yoxdur. Bu məsələ başqa məsələdir. Dedi, bir də görək nə məsələdir? Dedim, şalvar məsələsidir. Dedi, necə şalvar? Dedim, adam geyən şalvar. Dedi, canım, sən məmma ilə danışırsan. Açıq de görüm, nə demək istəyirsən? Dedim, qoçaq, bundan açıq söz ola bilməz. Şkola gedən uşaqlar dar şalvar geyirlər və dar şalvar da bizlərdə çox pis şeydir. İndi həmin məsələ bizim qabağımızı kəsdiyinə görə şkolaya uşaq qoymağa cürət eləmirik. Bu sözlərdən sonra əcnəbi əvvəlcə çox güldü. Amma sonra bir qədər fikrə gedib birdən başladı uşaq kimi ağlamağa və ağlaya-ağlaya bu sözləri dedi. Biz elm sayəsində havada quş kimi uçuruq. Amma bunlar hələ şalvar məsələsinə məşğuldurlar. Dedi və uçub getdi.